Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Bu dəfə biz 6-cı sınağa DİM-in qəbul imtahanı modelinə uyğun paylaşdığı sınaqların 6-cısını düzgün izahlarını verməyə çalışacağıq. Bu 6-cı sınaq biosfer və coğrafi təbəqədən bəhs edir. Başlayaq. Birinci sualda qeyd olunur ki, xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyən edin. Baxın, birinci ərazi uyğun gələcək subtropik iqlim qurşağının Aralıq dəniz iqlim tipinə. Burada da həmişəyaşıl, codyarpaqlı, meşə və kolluqlar inkişaf edir. Deməli, baxın, 1 olacaq C. İkinci məntəqəmizə baxaq, Şərqi Asiya. Bu ərazi həm subtropik, həm mülayim iqlim qurşaqlarında musson ərazilərini, yəni dəyişkən rütubətli meşələrin musson meşələrini əhatə edir. Deməli, 2 olacaq D. 3 isə əhatə edir, baxın, Kanada ərazisini, yəni bu ərazilərdə yenə yarpaqlı meşələr mülayim iqlim qurşağında yayılıb, tayqa meşələri. 3 olacaq A. Və 4. La Plata ovalığı Cənubi Amerikada. Bu ərazilərdə çöl meşə çöllərə uyğun gəlir. Bu Cənubi Amerikada pampa adlanır. 4 olacaq B. Deməli, 1C, 2D, 3A və 4B. Düzgün cavab olacaq D variantı. Keçək ikinci suala. Tundra qleyli və qırmızı sarı ferolit deməli, torpaqlara uyğun gələn əlamətləri bizə deyir ki, müəyyən edin. Baxın, biz ilk öncə bilməliyik ki, tundra qleyli subarktik iqlim qurşağında, qırmızı sarı ferolit isə ekvatorial iqlim qurşağında yayılır. İfrat rütubətlənmə şəraitində yaranır. Bu aid olacaq hər ikisinə. Hər ikisində ifrat rütubətlənmə, rütubətlilik əmsalının vahiddən yüksək olması uyğundur. Əsas iqlim qurşağında yaranacaq qırmızı sarı ferolit ekvatorialda, tundra qleyli subarktik keçid iqlim qurşağıdır. Əsasən ot bitkiləri altında yaranır. Bu olacaq tundra qleyliyə aid. Daha sonra yayıldığı ərazilərdə bataqlıqlar, hər ikisinin yayıldığı ərazilərdə bataqlıqlar yaranır. Çünki yağıntının miqdarı mümkün buxarlanmadan çox olur, rütubətlənmə əmsalı vahidə yaxın vahiddən yüksək olur və bunun üçün bu ərazilərdə bataqlıqlara geniş rast gəlinir. Keçid iqlim qurşağı dedir, tundra qleyli olacaq subarktikdə. Aqroiqlim ehtiyatları çox olan ərazidə yaranır. Bu da ekvatorial ərazilər olacaq. Yəni, illik temperatur amplitudunun deməli, 10 dərəcədən yüksək olduğu ərazilərdə aqroiqlim ehtiyatları yüksək olur. Bu da uyğun gələr ekvatorial iqlim qurşağına aid olan ərazilərə. Deməli, baxın, 1 olacaq, 3, 5, 2 olacaq, deməli, 2, 6, bu 2 idi, 2, 6 və 3 olacaq, 1, 4. Düzgün cavabımız olacaq D variantı. Keçək üçüncü suala. Üçüncü sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Strukturlu torpaqlar, struktursuz torpaqlar. Biz bilirdik ki, strukturlu torpaqlar məsaməli, suyu havanı yaxşı keçirdən, münbit torpaqlardır, yəni dənəvar torpaqlar. Struktursuz torpaqlar isə suyu havanı pis keçirdən, məsaməsiz və əlverişsiz torpaqlar idi. İndi baxaq. Podzol, qara, qəhvəyi meşə, tundra qleyli, qonur meşə. Baxın, bunların içində ən əlverişli olan, təbii ki, ən əlverişli ünlü götürəndə qaradır, qəhvəyi meşə torpaqları da əlverişlidir, qonur meşə torpaqları da əlverişlidir. Daha əlverişli olanlar podzol və tundra qleylidir. Deməli, strukturlu torpaqlar olacaq 2, 3 və 5. Struktursuz torpaqlar isə olacaq podzol və tundra qleyli torpaqlar. Yəni 1 və 4. Düzgün cavab olacaq deməli B variantı. Dördüncü sualda qeyd olunur ki, ifrat rütubətlənmə şəraitində yaranan torpaqlar. Qeyd etdik ki, ifrat rütubətlənmə nə deməkdir? Yəni, yağıntının buxarlanmadan çox olduğu, rütubətlənmə əmsalının vahiddən böyük olduğu ərazilər. Bu ərazilərə uyğun gəlir ekvatorial ərazilər, subarktik ərazilər. Baxın, elə qırmızı sarı ferolit torpaqlar ekvatorialda, podzol torpaqlar və tundra qleyli torpaqlar. Deməli, bu ərazilərdə olacaq ifrat rütubətlənmə şəraiti və ifrat rütubətlənmə şəraitində yaranan
deməli, torpaqlar. Düzgün cavab olacaq A variantı. 2, 4 və 5. Baxın, qara torpaqlarda rütubətlənmə əmsalı 0,7, 0,6 olur çöllər, meşə çöllərdə. Həmçinin şabaldı torpaqlarda eynən. Boz-boz qonur ümumiyyətlə rütubətlənmə əmsalının vahiddən kiçik olduğu 0,3, 0,4 səhralarda yaranır. Onun üçün bunları götürməliyik. Düzgün cavab 2, 4, 5. 5-ci sualda qeyd olunur ki, xəritə sxemdəki rəqəmlərə əsasən torpaq tiplərini müəyyən edin. Aha, baxın, birinci ərazi uyğun gələcək Avstraliyada subekvatorial iqlim qurşağına. Burada da subekvatorialda hansı torpaq tipi olacaq? Qırmızı qonur torpaq tipi. Düzdürmü? Baxın, 1 olacaq B. 2 uyğun gələcək Səudiyyə Ərəbistan. Baxın, Ərəbistan yarımadasına, səhralıq ərazilərə, Rubal-Xali səhrasına. Bu ərazi də səhralıq olduğu üçün burada boz-boz qonur torpaqlar uyğunluq təşkil edəcək. Yəni, baxın, C. 3-cü sual isə uyğun gəlir təxminən ABŞ-ın mərkəz hissələrinə, mərkəzi düzənliklərinə. Biz deyirdik, bu ərazilər çöl-meşə çöl təbii zonasına uyğun gəlir və ən məhsuldar torpaq olan qara torpaqlar bu ərazilərdə yayılacaq. A olacaq. Taxılçılıq yüksək inkişaf edib bu zonada və deməli, 4-cü ərazi isə uyğun gəlir enli yarpaqlı meşələrə. Avropada mülayim iqlim qurşağında bu ərazilərdə də qonur meşə torpaqları yüksək, daha çox qonur meşə torpaqları yayılacaq. Deməli, 1 olacaq B, 2 olacaq C, 3 olacaq A, 4 olacaq D. Düzgün cavab olacaq C variantı. 6-cı sualda qeyd olunur ki, xəritə sxemdə ifrat rütubətlənmə şəraitində yaranan torpaqların yayıldığı ərazilər. Baxın, ifrat rütubətlənmə dedik, yağıntının çox düşdüyü ərazilərə uyğundur. İndi baxaq. Baxın, 1 olacaq Böyük Qafqazın yüksək dağlığı. 2. Arazboy düzənliklər xeyr. Səhra, yarım səhradır bu ərazilər. 3 olmaz. Baxın, 5 olmaz. Bu ərazilər isti quru ərazilərdir. 4. Kiçik Qafqaz, baxın, vulkanik yayla və 6. Deməli, Lənkəran ovalı, Talış dağları. Bu ərazilər yağıntıların ən çox düşdüyü ərazilərdir. Onun üçün bu ərazilərdə ifrat rütubətlənmə şəraitində yaranan torpaqlar daha geniş yayılacaq. Onun üçün 1, 4, 6-nı biz götürməliyik. Düzgün cavab olacaq A variantı. 7-ci sualda qeyd olunur ki, yağıntıların orta illik miqdarı 600 mm, buxarlanma qabiliyyəti 900 mm olarsa, bu ərazi üçün səciyyəvi olan təbii zona və torpaq tiplərini müəyyən edir. Biz burada nəyi tapmalıyıq? Rütubətlənmə əmsalını, düzdürmü? Necə tapırdıq rütubətlənmə əmsalını? Bərabərdir. Deməli, yağıntıların orta illik miqdarını, yəni 600 mm bölməliyik buxarlanma qabiliyyətinə, yəni 900 mm. Bu da təxminən edəcək 0,6, düzdürmü? Və vahiddən aşağıdır. Yadımıza salaq 0,6, 0,7 rütubətlənmə əmsalı əsasən çöl və meşə çöl zonasına uyğun gəlirdi. Bu ərazilərdə də təbii ki, qara torpaqlar, şaballı torpaqlar üstünlük təşkil edəcək. Baxaq. Savanna seyrək meşələrdə xeyr, rütubətlənmə əmsalı daha yüksəkdir. Rütubətli ekvatorial meşələrdə həmçinin, yarım səhralarda daha aşağıdır, iynərpaqlı meşələrdə daha çoxdur. Aha, baxın, çöl və meşə çöllər, qara və şaballı torpaqlar uyğun gələcək verilən bu şərtə. Yəni, biz burada ilk öncə rütubətlənmə əmsalını tapmalıyıq və buna uyğun olaraq təbii zonanı seçib, ona uyğun gələn torpaq tiplərini də uyğunlaşdırmalıyıq. Düzgün cavab olacaq Y variantı. 8-ci sualda qeyd olunur ki, Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tipinin müvafiq olaraq müəyyən edilir. Biz bilirdik ki, soyuq iqlim tipində subalpin çəmənlikləri, nival, sublival landşaft tipləri uyğun gəlir. Baxın, dağ meşələri də çıxarıq, dağ çölləri, dağ meşələri, dağ çəmənləri. Dağ meşələrində qonur, deməli, dağ meşə torpaqları uyğun gələr soyuq iqlimə. Qəhvəyi dağ meşə isə uyğun gəlməz, mülayim istiyə uyğun gələr. Mülayim, deməli, ərazilərə uyğun gələr, onun üçün bunu da çıxarıq. Baxın, subalpin çəmənləri uyğun gələr soyuq iqlim tipinə və bu ərazidə də çimli və torflu dağ çəmən torpaqları yaranacaq. Düzgün cavab olacaq 8-də A. Keçək 9-a. Orta miqyaslı qlobusda A Bakı şəhəri və ondan 180 dərəcə azimutda, yəni cənubda yerləşən A məntəqəsi arasında məsafə 4,44 cm-dir. A məntəqəsi üçün səciyyəvi əlamətlər. Gəlin ilk öncə A məntəqəsinin harada yerləşdiyini tapaq. Deməli, Bakıdan cənubdadır, orta miqyaslı qlobusdur, yəni
Orta miqyaslı qlobus nə qədər idi? 50 milyon. Və aralarındakı məsafə xəritədə 4,44 cm idi. Biz həqiqi məsafəni tapmalıyıq. Həqiqi məsafəni tapmaq üçün nə edərik? Miqyası, yəni baxın 50 milyondan 5 sıfırı silərik, qalar 500. 500-ü vurmalıyıq nəyə? Xəritədəki məsafəyə. Vurmalıyıq 4,44 cm. Bu da eləyəcək 2220 kilometr. 2220 kilometrdə dərəcəyə çevirməliyik. Onun üçün bunu da 111-ə bölərik. Bu da edər 20 dərəcə. Deməli, Bakıdan 20 dərəcə cənubda yerləşir bu məntəqə. Bakı da 40 dərəcə şimal enliyində yerləşdiyi üçün məntəqəmiz olacaq 20 dərəcə cənub enliyində. Və Bakı ilə eyni uzunluqda. Baxın, biz xəritəni gözümüzün qabağına gətirsək, aydın olar ki, bu ərazi düşür Ərəbistan yarımadasına, Ərəbistan səhralarına. Deməli, ərazimiz səhradır. Səhraya uyğun gələn xüsusiyyətləri biz seçməliyik. Əkinçilik dəmiyə şəraitində aparılır, olmaz. Boz torpaqlar yayılmışdır, təbii ki, səhralı olsa əlbəttə. Bitki örtüyü zəngin olmaz, humid iqlim yox, arid iqlim olar. Tropik səhra landşaftına malikdir. Bəli, günəş zenitdə olacaq, tamamilə düzgündür. 2, 5, 6 düzgün cavab olacaq, D bəndi. Deməli, biz burada ilk öncə nə etməliyik? Bizə verilən məsələnin şərtinə uyğun həll etməliyik və A məntəqəsini və yaxud B məntəqəsini və yaxud bizə verilən istənilən məntəqəni tapmalıyıq və həmin məntəqəyə aid olan səciyyə və əlamətləri də seçməliyik. Düzgün cavab 2, 5, 6. Keçək 10-cu suala. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Aha, rütubətlənmə əmsalı 0,2, təbii zona səhra, torpaq, boz qonur. Bəli, olacaq bu. Rütubətlənmə əmsalı 1,1 çöl xeyr uyğun gəlməz. 1,2 meşə qonur xeyr uyğun gəlməz. Tundra qileyli 0,6 əksinə yüksək olmalıdır. Tayqa şabalıdı 1. Aha, baxın, tayqada rütubətlənmə əmsalı vahiddən böyük olacaq. Deməli, və bu ərazilərdə, yox, bir dəqiqə, yox, əksinə. Baxın, bu da uyğun gəlməyəcək. Çünki tayqada şabalıdı torpaqlar yayılmaz. Meşələr uyğun gələcək 1,2-yə və qonur torpaqlar yayılacaq. Bəli, iynərpaqlı meşələr, enliyarpaqlı meşələr və ərazilərdə rütubətlənmə əmsalı vahiddən yüksək olur və qonur torpaqlar yayılır. Tamamilə düzgündür. 1 və 3 uyğun gələcək, düzgün cavab A variantıdır. 11-ci sualda qeyd olunur ki, doğru sıraları müəyyən edin, təbii komponent və təbii kompleksləri seçməliyik. Aha, baxaq. Deməli, su təbii komponent, bəli, su təbii komponentdir. Meşə təbii komponent, xeyr, meşə təbii kompleks olar. Amma tayqa, baxın, tayqa təbii kompleks, bəli, tayqa olacaq, iynərpaqlı meşələr olacaq, təbii kompleks. Ağac, sıxır, bunlar təbii kompleks olmaz, təbii komponent olar. Hava da təbii komponentdir, bəli. 1, 3 və 6. 1, 3 və 6. Aha, baxın, C variantı olacaq, düzgün. Keçək 12-ci suala. Məntiqi ardıcıllığı müəyyən edin. Aha, torpaq şaranlaşır, qırınc sularının səviyyəsi artır, kollektor drenaj şəbəkəsi yaradılır, suvarılma aparılır, qırınc sularının səviyyəsi aşağı düşür. Deməli, baxın, biz ilk öncə burada nə olacaq? Suvarma aparılmalıdır. Suvarma aparıldıqdan sonra nə olur? Qırınc sularının səviyyəsi artacaq. Bununla uyğun olaraq torpaqlar şaranlaşacaq. Nəticədə kollektor drenaj şəbəkəsi yaratmaq məcburiyyətindəyik. Və kollektor drenaj şəbəkəsi yaratdıqdan sonra nə olacaq? Qırınc sularının səviyyəsi aşağı düşəcək. Baxın, 4, 2, 1, 3, 5. 4, 2, 1, 3, 5. Uyğundur buna A bəndi. Keçək 13-cü suala. Coğrafi təbəqənin inkişafının müasir antropogen mərhələsi üçün səciyyə verir. Ətraf mühitə antropogen təsirin güclənməsi təbii ki, buna uyğundur. Endogen proseslərin fəallığının artması xeyr. Kosmik təsirin yer səthinə güclənməsi xeyr. İstixana effekti bəli, bu antropogen mərhələyə uyğundur. Təbii landşaftın bəli, təbii landşaftın sahəsi azalacaq insanların təsiri ilə. İqlim dəyişkənliyi ilə bağlı quru sahəsinin genişlənməsi əksinə. Quru sahəsinin sahəsi kiçilir. Çünki buzlaqlar əriməsi ilə bağlı okean səthinin sahəsi çoxalacaq. 1, 4 və 5 uyğun gələcək C variantı. Keçək 14-cü suala. Buz səhralarının və vahələrin rast gəlindiyi ərazilərin müvafiq olaraq. Buz səhraları və vahələr. Baxaq. Deməli,
Vahələr uyğun gələr səhralıq ərazilərə, tropik səhralara, buz səhralarda Qrenlandiya, şimal qütbləri ətrafı, Antarktida. Baxaq, Almaniya, Polşa balığı olmaz. Deməli, Kiçik Asiya yarımadası vahələr olmaz. Falkland adaları buz səhraları olmaz. Deməli, Yucatan yarımadası Skandinaviya vahələr buralarda olmaz. Baxın, Baffin torpağı Elsmirdə, bəli, buz səhraları, Afrikanın şimalı Ərəbistanda da vahələr yayılacaq. Düzgün cavab E variantı olacaq. 15-ci sualda qeyd olunur ki, sxemə əsasən uyğunluğu müəyyən edək. Ekvatorial iqlim qurşağı, rütubətli ekvatorial meşələr, qırmızı ferolit torpaqlar. Bəli, baxın, bir olacaq düzgün. Mülayim iynərpaqlı tayqa, xeyr, burada qonur olmaz. Subtropik səhra, yarım səhrası şabaldı olmaz. Subtropik yarpaqlı meşələr qəhvəyi, bəli, olacaq. Subarktik tundra podzol olmaz. Bu, deməli, mülayimə uyğun gəlir. Subekvatorial savanna qırmızı qonur. Tamamilə düzgündür. Deməli, baxın, 1, 4 və 6. Yəni, A variantı uyğun gələcək. Düzgün cavaba. Keçək 16-cı sual. 16-cı sualda qeyd olunur ki, xəritə sxemdə enlik, yəni üfüqi zonallığın aydın müşahidə edildiyi ərazilər. Biz bura əsasən alçaq əraziləri, alçaq dağları götürməliyik, yüksək dağları çıxmalıyıq. Baxın, Himalay dağları, daha doğrusu üzrsən, Kordilyer dağları, 3D Himalay dağları, bunlar şaqili zonallığın aydın müşahidə edildiyi ərazilərdir. Amma baxın, Avstraliya, deməli, Amazon ovalığı, Şərqi Avropa yüksəklikləri. Bu ərazilərdə isə enlik zonallığı aydın müşahidə edilir. Çünki yüksəkliklər çox deyil. Yəni 1, 4 və 5 uyğun gələcək A variantı. 17-ci sualda qeyd olunur ki, adalarla bağlı uyğunluğu müəyyən edin. Böyük Britaniya, Kalimantan, Baffin torpağı. Rütubətli ekvatorial meşələr olacaq təbii ki, Kalimantanda, ekvatorial iqlim qurşağı. Tundra meşə tundra olacaq, deməli, Baffin torpağında, subarktik iqlim qurşağı. Qarışıq və enli yarpaqlı meşələr isə olacaq Böyük Britaniyada, mülayim iqlim qurşağında. Aha, C yəni. Baxın, biz burada deməli, 3-ə götürməliydik B-ni, düzdürmü? B. Aha. Deməli, 1C, 2A, 3B. Baxın, B variantı olacaq 17-də düzgün cavab. 18-ci suala keçirik. Azərbaycanın bitki örtüyünə aid olmayan fikri müəyyən edin. Bitki örtüyü hündürlük qurşağına uyğun paylanmışdır. Bəli, düzən meşələrində qaraçöhrə və fıstıq ağacları. Aha, baxın, fıstıq ağacları olacaq dağ meşələrində, əsasən qonur dağ meşə torpaqlarının altında. Onun üçün bu, düzən meşələrinə uyğun gəlməz. Elə B olacaq, aid olmayan, yəni düzgün cavab. C-də deyir ki, endemik və relief bitki növləri bəli yayılıb. Yüksək dağlıq ərazilərdə alp çəmənlikləri təbii ki, Tuqay meşələrində söyüd, qovaq kimi ağaclar bəli bitir. Düzgün cavab 18-də B. Sxemi tamamlayın. 19-cu sual. Qarışıq meşələr uyğun gələr mülayimə. Düzdürmü? Qara torpaqlara uyğun gələr çöl, meşə çöllərə. Yəni 1 olacaq mülayim, 2 olacaq çöl və meşə çöllər. 3. Baxın, qarışıq meşələrdə uyğun gələcək qonur meşə, Polşa ərazisinə. Və çöl meşə çöllər, qara torpaqlar, bəli, Qazaxıstana. Baxın, elə A düzgün variant olacaq. Keçək 20-ci suala. Verilən iqlim diaqramının aid olduğu ərazi üçün səciyyəvi əlamətlər. İqlim diaqramına baxaq. Uyğun gələcək subekvatorial, şimal subekvatorial iqlim qurşağına. İl boyu suvarmaya ehtiyac var? Xeyr, sadəcə qışda suvarmaya ehtiyac var. Yağıntılar yayda düşür. Boz-boz qonur torpaqlar yayılmışdır. Xeyr, bu ərazilərdə olacaq hansı torpaqlar? Qırmızı qonur torpaqlar. Qütb gecə gündüzləri müşahidə olunmaz. Qütb ulduzu bəli görünəcək, çünki şimaldadır. Aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunacaq və biomüxtəlifliklə daha çox olacaq. 4, 5, 6. Düzgün cavab olacaq D variantı. Keçək 21-ci suala. Böyük Qafqaz dağlarının sxeminə 800-2000 metr arasında. Əsasən A məntəqəsinə uyğun əlamətləri müəyyən edin. Bu ərazilərdə əsasən dağ meşələri yayılacaq. Alp çəmənliklərindən xeyr, yuxarıda olmaz. Baxın, bir aid olmayacaq. Birləri çıxır. Kimyəvi və üzvü aşınmaya məruz qalır. Aha, baxın, bu ərazilərdə yağıntılar çox düşür. Onun üçün kimyəvi aşınma olacaq. Üzvü aşınma da olacaq.
Dağ çəmən torpaqları xeyr üstünlük təşkil etməz. Dağ meşə torpaqları üstünlük təşkil edər. Səpələnən radiasiya bəli üstün olacaq, çünki bu ərazilərdə yağıntılar çoxdur, buludluluğun səviyyəsi yüksəkdir. Əkinçilik ancaq suvarma şəraitində mümkündür. Yox, əkinçilik ancaq suvarma şəraitində mümkündür deyə bilmərik bu ərazilərə. Bəli, baxın, dağ meşələri yayılmışdır. 2, 4 və 6, yəni A variantı olacaq düzgün cavab. 22-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Milli park və qoruq yerləşdiyi təbii vilayət və iqlim tipi. Zaqatala olacaq Böyük Qafqazda. Böyük Qafqazda və Zaqatalanın yerləşdiyi ərazi olacaq soyuq iqlim tipində. Bəsitçək olacaq Kiçik Qafqazda, Zəngilanda və mülayim isti iqlimdə. Zəngəzur olacaq orta ərazidə və dağ tundra iqlimində. Deməli, 1-3B, baxın, 1-3B ilə bundadır. Deməli, elə variantı düzgün olacaq. 2-1C və 3-2A. 23-cü sualda qeyd olunur, Azərbaycanda boz qonur, boz çəmən torpaqlarının yayılmadığı düzənliklər. Şirvan düzündə yayılar, Cəyən düzündə yayılar, Muğan düzündə yayılar. Baxın, Qanı-Xəyri çay çökəkliyi və Lənkəran ovalıdır. 2 və 3. Bu ərazilər mülayim, deməli, isti iqlim tipinə uyğundur və bu ərazilərdə Lənkəran ovalığında sarı torpaqlar, deməli, Qanı-Xəyri çay çökəkliyində isə alluvial çəmən torpaqlar yayılacaq. Onun üçün bu ərazilərdə boz torpaqlar uyğun gəlməz. 2 və 3. Xəritə sxemə əsasən biomüxtəlifliyin zəngin olduğu ərazilər. Biomüxtəliflik hansı ərazilərdə zəngin idi? Ekvatorial ərazilərdə, subekvatorial ərazilərdə, daha sonra baxın, 6 dollar musson, dəyişkən rütubətli musson meşələrinin yayıldığı ərazilərdə. Baxın, Avstraliya, xeyr, Avstraliyanın mərkəzində necə biomüxtəliflik zəngin ola bilər ki, rütubətlənmə əmsalı vahiddən aşağıdır, səhralar yayılıb. Baxın, daha doğrusu, deməli, Kordilyer dağlarının yüksək ərazilərində biomüxtəliflik zəngin olmaz. Baxın, Kanada Arktika arxipelağında biomüxtəliflik zəngin olmaz. Təbii ki, bu ərazilər soyuq ərazilərə uyğundur. Onun üçün, baxın, 2, 5, 6 olacaq bizə verilən bu variantların içində biomüxtəlifliyin ən zəngin olduğu ərazilər. İndi isə keçirik 25-ci suala. Xəritə sxemə əsasən landşaft inversiyasından. Baxın, landşaft inversiyası olacaq Talış dağlarında, intrazonal landşaft olacaq Qanı-Xəyri çayda və texnogen landşaftların, o da olacaq Abşeronda. Yayıldığı əraziləri müvafiq olaraq ardıcıllıqla yəqin ki, qeyd olunur. Baxın, olacaq 5, 6 və 2. 25-ci sualın düzgün cavabı olacaq 5, 6 və 2. 26-cı sualda qeyd olunur ki, həm əsasən də keçid iqlim qurşaqlarında yayılmış təbii zonalar. Səhralar, bəli, həm əsasda, həm keçiddə yayılır. Məsəl üçün, həm tropikdə, həm subtropikdə, mülayimdə. Həmçinin subekvatorialda. Rütubətli ekvatorial meşələr ancaq ekvatorialda, cödlərpaqlı həmişəyaşıl meşə və kolluqlar subtropikdə, inərpaqlı meşələr mülayimdə, dəyişkən rütubətli musson meşələri mülayimdə də olar, subtropikdə də olar. Baxın, 1 və 5 uyğun gələcək düzgün cavab kimi. 27-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Coğrafi təbəqənin qanun uyğunluqları, bütövlük, ritmiklik, zonallığı. Şehin düşməsi, musson küləkləri, qida zənciri, təbii zonaların paylanması, torpaqların coğrafi enliklər üzrə yayılması. Baxın, bütövlüyə uyğun gələcək təbii ki, qida zənciri, yəni C. Ritmikliyə uyğun gələcək şehin düşməsi, musson küləkləri, bəli. Bunlar ritmik hadisələrdir. Zonallığa da aid olacaq təbii zonaların paylanması və torpaqların coğrafi enliklər üzrə yayılması, yəni D və D. Düzgün cavab olacaq 1C, 2, deməli, AB, AB dedik də buna bəli, 2AB, 3 isə D və Y. İndi isə keçək situasiya tipli tapşırıqlara. Situasiya tipli tapşırıqlarda qeyd olunur ki, Şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsinin yerləşdiyi coğrafi enlikdə yay mövsümündə enən hava axınları, qış mövsümündə qalxan hava axınları üstünlük təşkil edir. Şimal materiklərinin bu enlikdə yerləşən
Qərb hissəsi qışda, şərq hissəsi isə yayda rütubətli olur. Baxın, deməli bu şimalda yerləşir. Bütün fəsillər aydın müşahidə olunursa ya mülayim olacaq, ya subtropik olacaq. Və burada deyir ki, yay mövsümündə enən hava axınları, qışda isə qalxan hava axınları. Deməli bu olacaq subtropik. Çünki subtropikə yayda təsir edir tropik, qışda isə mülayim hava axınları. Bununla bağlı olaraq yayda enən, qışda qalxan hava axınları üstünlük təşkil edir. Deməli, bizdən soruşulan iqlim qurşağı olacaq, hansı deməli, tropik və biz digər tapşırıqları buna əsasən həll edəcəyik. 28-də qeyd olunur ki, bu coğrafiya enliyə aid olan iqlim qurşağını buna artıq müəyyən etdiyi subtropik oldu və onun daxilində formalaşan iqlim tiplərini. Diqqətli olaq subtropik iqlim qurşağı və şimal yarımkürəsində subtropik iqlim qurşaqları. Deməli, buna uyğun gələcək hansı iqlim tipləri, iqlim vilayətləri? Aralıq dənizi iqlim tipi, kontinental iqlim tipi və musson iqlim tipi. Əgər cənubda desəydi, musson olmazdı, bərabər rütubətli olardı. Şimal olduğu üçün musson olacaq. Aralıq dənizi iqlim tipi, kontinental iqlim tipi və musson iqlim tipi olacaq. Düzgün cavab. 29-cu sualda qeyd olunur ki, bu coğrafiya enliyə aid iqlim qurşağında formalaşan təbii zonaları və torpaq tiplərini müəyyən edib yazın, hər birinə aid ən azı 3 nümunə. Aha. Baxın, ilk öncə burada ən çox yayılan olacaq codyarpaqlı meşə və kolluqlar. Düzdürmü? Codyarpaqlı meşə kolluqların torpaq örtüyü necə olacaq? Qonur və qəhvəyi torpaqlar. Bir nümunəni qeyd etdik. Baxın, daha sonra burada olar səhra, yarım səhralar, düzdürmü? Subtropikdə səhra və yarım səhralar yaranır. Səhra və yarım səhraların torpaq tipi necə olacaq? Boz qonur torpaqlar. Üçüncü nümunəni də qeyd edə bilərik ki, məsələn, musson meşələri. Bəli, subtropikin şərq hissəsində musson meşələri yaranır. Musson meşələrində də hansı torpaq tipləri olacaq? Deməli, sarı torpaqlar olar, qırmızı torpaqlar olar. Və yaxud biz 4-cü nümunəni də çəkə bilərik. Çöl və meşə çöllərdə olacaq subtropikdə. Çöl və meşə çöllərdə də şaballı torpaqlar, qara torpaqlar üstünlük təşkil edəcək. Aydın oldu. 29-cu sualında nümunələrini qeyd etdim. İndi keçək 30-cu suala. 30-cu sualda qeyd olunur ki, bu coğrafiya enliyə aid iqlim qurşağında formalaşan təbii zonalarda geniş yayılan kənd təsərrüfatı sahələrini müəyyən edib yazın. Ən azı 3 nümunə. Baxın, subtropikdə hansı kənd təsərrüfatı deməli sahələri daha yaxşı inkişaf edəcək? Sitrus meyvəçiliyi təbii ki, limon, portağal, narinci, mandarin və bunun kimi digər deməli meyvələr. Sitrus meyvəçiliyindən başqa, baxın, üzümçülük, düzdürmü? Pambıqçılıq, taxılçılıq əlbəttə, çəltikçilik olar. Düzdürmü? Bu sahələr heyvandarlığa aid yazsaq, deməli, qoyunçuluq, düzdürmü? Bu kənd təsərrüfatı sahələri subtropik iqlim qurşağında daha geniş yayılan kənd təsərrüfatı sahələrinə uyğundur. Deməli, 30-cu situasiya sualını da bu şəkildə cavablandırdı. Ümumi olaraq qeyd etməliyik ki, bu sınavlar rahat sınavlardır, elə də çətin sınavlar deyil. Müəyyən qədər vəsaitlərlə məşğul olan test işləyən abituriyentlər rahatlıqla işləyə bilərlər. Növbəti videomuzda 7-ci sınav imtahanının izahını paylaşacağım. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.